Hər vaxtınız xeyir. Xalqın gündəmi rubrikasında Xalq qəzetinin ötən şənbə günü nömrəsində dərc olunan Avropa güc və nizam axtarışında məqaləsinin qısa icmalını təqdim edirik. Məqalənin müəllifi Nəzrin Eldar qızının təhlilində vurğulanır ki, Avropa İttifaqı daxilində artan fikir ayrılıqları təşkilatı yeni strateji kurs müəyyənləşdirməyə sövq edir. Enerji təhlükəsizliyi, sənaye rəqabətliliyi, texnoloji müstəqillik və müdafiə sahələrində müxtəlif yanaşmalar Brüsseli daha sistemli və uzunmüddətli planlar hazırlamağa vadar edir. Məqalədə xüsusi diqqət Buy European təşəbbüsünə yönəldilir. Bu strategiya strateji sahələrdə Avropa istehsalına üstünlük verilməsini, daxili sənaye potensialının gücləndirilməsini və qlobal rəqabət qabiliyyətinin artırılmasını hədəfləyir. Xüsusilə süni intellekt, rəqəmsal infrastruktur və kosmos sənayesi prioritet istiqamətlər kimi təqdim olunur. Müəllif qeyd edir ki, bu kurs həm də ABŞ və Çin kimi iqtisadi güclərlə rəqabətə cavab xarakteri daşıyır və Avropa İttifaqının strateji muxtariyyət iddiasını gücləndirməyə yönəlib. Bununla yanaşı, yazıda Avropa İttifaqı daxilində proteksionizm meylləri ilə bağlı narahatlıqlara da toxunulur. Bəzi üzv ölkələr azad bazar prinsiplərinin zədələnəcəyindən ehtiyat edir, digərləri isə dövlət dəstəyi olmadan Avropanın texnoloji yarışda geri qala biləcəyini düşünür. Bu isə vahid mövqeyinin formalaşdırılmasını çətinləşdirir. Nəzrin Eldar qızı yerdə və göydə metaforası ilə Avropa İttifaqının prioritetlərini iki istiqamətdə təqdim edir. Sənayenin modernləşdirilməsi və yaşıl keçid bir tərəfdə, kosmik proqramlar və PX sistemlərinin inkişafı digər tərəfdə. Bu kontekstdə Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq mühüm strateji komponent kimi qiymətləndirilir. Məqalədə Azərbaycanın da mövqeyinə yer verilir. Qeyd olunur ki, Avropa İttifaqının strateji muxtariyyət kursu Azərbaycan üçün yeni imkanlar yaradır. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Azərbaycanın yeni rəqəmsal arxitekturası müşavirəsi ölkənin texnoloji suverenlik və rəqəmsal transformasiya istiqamətində atdığı addımların göstəricisi kimi təqdim olunur. Müəllif Avropa İttifaqının Buy European strategiyası ilə Azərbaycanın daxili texnoloji potensialı gücləndirmə təşəbbüsləri arasında paralellər aparır. Yekunda vurğulanır ki, Avropa İttifaqının seçdiyi yol həm zərurətdən, həm də ambisiyadan qaynaqlanır. Daxili fikir ayrılıqlarına baxmayaraq, ümumi istiqamət dəyişmir. Avropa güc və nizam axtarışında texnoloji suverenliyi əsas prioritet kimi müəyyənləşdirir. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Növbəti buraxılışda görüşənədək.